Dostlar, təşəkkür edirik. Çox sağ olun. Bax, gənc dostlarımız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri. Çox sağ olun. Bax, bu gözəl milli geyimlərimizi bax, belə nümayiş etdirdiniz bizə. Təşəkkür edirik. Amma bu geyimlərin müəllifi var. Biz də müəllifi studiyamıza dəvət etmişik. Bəli, Bakı Milli Geyim Mərkəzinin rəhbəri Könül xanım Vəlibəyli bizimlə bərabərdir. Sabahınız xeyir olsun. Bayramınız mübarək olsun. Bayramınız mübarək olsun Könül xanım. Sizi də təbrik edirik. Bayramınız mübarək. Könül xanım, buyurun ortaya. Hoş gördük. Hoş gəldiniz. Sabahınız xeyir olsun. Çərşənbəmiz mübarək olsun. Xalqımıza ruzu bərəkət, əminamanlıq, gözəllik. Yəni, ürəyimizdən ən gözəl bu musiqilər kimi, bu gözəl geyimlər kimi gözəl günlər arzulayıram. Sizə də təşəkkürümü bildirirəm. Və hər bayram gələndə, hər Novruz gələndə sizləri görmək çox xoşdur. Əziz dostlarımız və sevdiyimiz kanalımız və xalqımıza bu adət-ənənələrimizi, milli geyimlərimizi tanıtmaq, təbliğ eləmək, o qəlbləri, ürəkləri sevindirmək, gözləri sevindirmək, o da bizim borcumuzdur. Könül xanım olsa sevindirirsiniz. Bax, mən elə ilk modelə baxdım, birinci çıxan qızımız. O zoğalı rənginin ən gözəl tonları, silsilə də yaxasında, gərdanında, belə deyək. Hər zaman öz fərqli işlərinizdən bizi sevindirirsiniz. İşlərinizdən söhbət açaq. Deməli, biz Bakı Milli Geyim Evi olaraq ənənədən gələcəyə deyə artıq 20-ci ilə yaxınlaşırıq ki, bu adət-ənənələrimizi həm Azərbaycanda, sonra dünyada təbliğ eləməyə çalışırıq, tanıtmağa çalışırıq. Hər il yeni-yeni kolleksiyalar hazırlayırıq, yeni-yeni parçalar tapırıq, yeni-yeni kəsimlər eləyirik. Bir ara Qarabağ kolleksiyasını işlədik. Bu gördüyünüz gözəl geyimlər də Qərbi Azərbaycanın geyimləridir. Bax, bu geyim birinci, Qərbi Azərbaycan, üçü də. Birinci və ikinci. Üçüncü geyimimiz isə bugünkü bayrama özəl hazırlanıbdır. Bu da bizim ümumi Qarabağ və Qərbi Azərbaycan geyimidir. Niyə? Mən iki kəsimi qarışdırdım və Gül Məxmərdən bizim çox gözəl, sevimli parçamız olan və xanımların sevimlisi olan Zərxara, birinci geyim Zərxaradır. Gözəldir. Məxmərlə Zərxaradır. Kəlağayısı ilə, silsiləsi ilə, bel kəməri ilə. Oğlumuz da belə gözəl, sırf Azərbaycan kişisinə xas olan gözəl milli kişi geyimindədir. Çərkəzi. Bəli, çərk. Əslində Qafqaz geyimi deyək və Azərbaycan da Qafqazın ürəyidir. Mədəniyyət mərkəzidir, bəlkə də modanı yaradan mərkəzidir, bəlkə də bizdən hazırlanan geyimlər bütün Qafqaza yayılır və bizim geyimlərimiz də öz gözəlliyi ilə həmişə seçilir. Biz də çalışırıq ki, bu bayram günlərində də olsa, əslində biz il boyu çalışırıq. Keçən ay Ankara'da böyük bir dəfilədə iştirak elədik. Növbəti ay İtaliyada, ondan sonraki ay Meksikada. Bu ayda hətta bilirəm ki, bir səfəriniz gözlənilir. Bəli, bəli. Orada da milli geyim kolleksiyasını nümayiş etdirəcəksiniz. Bütün səfərlərimizdə biz Azərbaycan adət-ənənələrinə sadiq qalırıq. Öz milli geyim evimizin adət-ənənələrinə sadiq qalaraq milli geyimimizi təbliğ edirik. Bəli, bəzən olur ki, biz məsələn Xarı Bülbül kolleksiyası yaradırıq. Orada milli və müasir kəsimləri qarışdırırıq. Bu da çox gözəldir. Bu bir ayrı mövzudur əslində. İndi də kişi kolleksiyamız möhtəşəmdir. Sizi gözləyirik. Çox gözəl yeni kolleksiyamız var. Nəhayət ki, təbrik edirəm. Bəli, bəli. Çox gözəl yeni kolleksiya hazırlayırıq. Sənət nümunələrini gətirəndə həmişə biraz şikayət edilir ki, bəylər üçün yoxdur. Yox, çox gözəl bəy üçün. Yox, modelyerlərdən şikayət eləmirəm. Bizim o aksesuar hazırlayanlar dedi görsünlər. Aksesuarında biraz kişi aksesuarları... Gender bərabərliyin pozurlar. Bəli, bəli, bəli. İndi mən sizə bir şey söyleyeyim. Amma siz çox sağ olun. Hər zaman yaddan çıxartmırsınız. Kişi aksesuarlarında biz də Azərbaycanda istehsalatda çətini çəkirik. Biz də xaricdən gətiririk. Görürsünüz, tək mən şikayət eləmirəm. Amma sənətkarlarımız var, sağ olsun ki, müəyyən mənada papaqçılarımız, çəkməçilərimiz, kəmərləri hazırlayanımız. Ümid eləyirəm ki, zamanla ehtiyaclar artdıqca, tələblər artdıqca sənətkarlar da öz işlərini daha, necə deyim, bir var, bir dənə, iki dənə, üç dənə, bir də var artıq sayılım. Gənclərimiz də onların sırasına qoşulsunlar, bu sənət peşələrin sirlərini öyrənsinlər. Maraqlıdır Könül xanım, qeyd etdiniz ki, yeni-yeni modellər ərsəyə gəlir. Amma əl işlərinizə baxanda tam əminliklə demək olar ki, o dəstxət, o qədimlik, o ənənə qorunub saxlanılır. Bunu necə
bacarırsınız. Həm müasir bir toxunuş verirsiniz. Bəli. Amma o qədimliyi də qoruyub saxlamaq mümkün. O çox çətindir. Deməli, bizim öz dəstxəttimiz var. Və bizə sifariş gəlsə belə, mən yenə də oraya öz dəstxəttimizi, milli kəsimlərimizi və parçalarımızı gətirirəm. Deyirəm ki, müasir geyimlərdə. Millidə, müasirlərdə də mən belə eləyirəm. Məsələn, çalışıram ki, ona bir milli parçadan bir şey geyindirim. Karsetində bir şey eləyim. Toxunuşlar olmalıdır. Bir kəmər olsun. Bəli. Çünki bizim çox zəngin əl işlərimiz var. Çox gözəl kəsimlərimiz var. Bunları yaşatmaq lazımdır. Gələcək nəsil ötürmək lazımdır. Mən son zamanlar çox universitetlərdə milli mənəvi dəyərlərlə bağlı seminarlar verirəm. İnandırım sizi, sonuncu dəfə bir kollecdə, seminardan sonra anketlərdə biri yazıb ki, mən də istəyirəm milli geyim evim olsun. Və bir çox tələbələr yazır ki, Könxanım, sizi tələbəniz olmaq istəyir, yolunuzu davam etdirmək istəyir. Mən elə gəlir ki, gənclər öyrənmək istəmir, gənclər oxumaq istəmir. Demək yanlışdır. Çünki gənclərə doğru düzgün istiqamət göstərəndə bu işin nə qədər dəyərli olduğunu, bu dəyəri necə yaşatmaq lazım gəldiyini və bundan da ən azından həyat şəraiti üçün pul da qazana biləcəklərini bildikləri zaman gənclər məmnuniyyətlə o yolu davam etdirirlər. Ənənələrimiz yaşamalıdır. Çox doğru. Gələcək nəsil Ənənələr ötürməlidir. demiş ki, mən istəyirəm araqçınlardan da bir balaca danışam. Hər ikisi gözəldir. Birində elə geyimin parçasından hazırlanıb. Digərini isə daha çox diqqətimi cəlb etdi. İncə naxışlar, orada muncuqlarla. Əl işləri. Sənət nümunəsi yaratmışsınız. Orada belə bizim hələ yeni araqçın kolleksiyası hazırladım mən. Bütün xalça naxışlarını araqçınların üzərinə işlədik. Araqçınlarımız ancaq geyimlər üçün xüsusi var idi. Amma bugün bəlkə də 100-dən çox biz 6 ay işlədik, 6 aya biz 100-dən çox araqçın hazırladıq. Hamısı dənə-dənə əl işi və sırf bizim naxışlarımız... Əl əməyi gözlü olur. Bəli. Və elə olur ki, bir araqçın bir həftəyə hazırlanır. Biz bunların hamısını hazırladıq ki, Novruz bayramında və müxtəlif ölkələrə getdiyimiz zaman, son məsələn Ankara səfərimdə çox diqqəti cəlb edir. Çünki aksesuar elə bir şeydir. Hər kəs bir festivala, bir fashion defiləyə gəldiyi zaman bir şey alıb götürmək istəyir. Geyimi tam hiss eləməsələr də o xırda aksesuarlar əldə olmalıdır. Ona görə biz onun qablaşdırmasıdır, gözəl araqçını hazırlamaq, onu elədik. Çox gözəl bir taktikadır bu. Necədir diqqət? Baxın, Könxanım, təqdim etdiniz. Orada yəni ki, 30-dan çox, bəli. 30-dan çox marka, bəli. Suallar nədən ibarət idi sizə? 30-dan çox marka iştirak edir. Özü də bilirsiniz ki, Türk dünyası, Türk xalqları geyimləri zəngindir, əl işləri zəngindir. Ən çox Azərbaycan danışıldı. Bütün media Azərbaycandan yazdı. Stendimizə dəfilədən sonra çox insanlar yaxınlaşdı. O qədər fotosesiya elədilər. Mən geyimləri sərbəst buraxdım və hamı şəkil çəkdirdi, hamı geyindi. Hətta orada vakıf başqanları, millət vəkilləri gəlir bizim çuxalarımızı geyinir. Papaqlarımızı qoyur, araqçınlarımızı, kəlağaylarımızı bağlayırlar, şəkil çəkdirirlər, paylaşırlar və mən onda gördüm ki, həqiqətən mədəni dəyərləri yaşatmaq üçün o enerji onları ötürməlisən. Çünki mən stendimdə o enerji onları ötürdüm. Dedim, bu Azərbaycandır, bu Azərbaycan bölgələridir, bu Qarabağdır, bu İrəvandır. Yeri gəlmişkən, Könül xanım, bir məqamı da istəyirəm sizinlə danışaq. Azərbaycan multikultural ölkə, bu öz yerində, amma bölgələrimiz, elə fərqli geyimlərimiz var. Məsələn, Qarabağ bölgəsinin geyimi çox seçilir. Biraz əvvəl özünüz də bəhs etdiniz. Qırmızı geyimdə bu elementlər var. Qərbi Azərbaycan bir bambaşqa, Şirvan zonası bir bambaşqa, şimal tərəfi, Gəncə, cənub tərəfi. Yəni, bu unikallığı ilə seçilir. Bu fərqlər, oxşar cəhətlər nədir? Bir neçə kəlmə ilə bizə necə anlatar? Birincisi, bəzən olur, biraz qısa olur. Altdan çarçur geyinilir. Kəsimlərinə görə dağ bölgəsidirsə, daha rahatlıq, daha açapma, nə bilim, dağlara çıxmaq kimi işləmək daha praktik. Ətəklər biraz qısa olur, şalvarları olur. Bu dağ bölgələrimizin də rəngləri tünd olur. Çünki istər-istəməz torpağı var, palçığı var. Təbiətin rəngləri əks olunur geyimlərə. Məsələn, haradakı çox yaşıllıqdır, cənub bölgəsində hiss edirsiniz, Lənkərandas. Necə gözəl pırıl-pırıl, yamyaşıl, qırmızı rənglər bir-birindən belə çağırır özü ki, bax mənə, gəl. Gözə gəlimli rənglər. Bəli. Məsələn, Şəkinin o qədər gözəl pulları, pullu geyimləri, kəlağayları,
o ləbbadələri, ipəyi çox zəngindir. Demək olar ki, Qarabağ mədəniyyətlə Şəki mədəniyyəti həmişə yarışır. Yarışır, həmişə filmlərdə də biz bunu şahidi olmuşuq. Bəli, yarışır və gözəlliyi ilə, zənginliyi ilə, mədəniyyəti ilə, hətta deyərdim ki... Bir də yaş kateqoriyası da var. Əlbəttə, amma bir şey sevindirici haldır ki, bugün balaca dünən ən balaca 1 yaşında uşağa milli geyim hazırlayırsan və o geyinir ilk yaş gününü milli geyimdə qeyd eləyir. Mən valideynlərimə sizə təşəkkür eləyirəm. Ata-analara minnətdaram, həm də bir çağırış eləyirəm. Milli dəyərlərimizi tək süfrələrimizdə deyil, geyimlərimizdə də yaşadaq. Çox doğru söylədiniz. Yəni qəliblərimizdə musiqi dinləməklə, öyüd nəsiyyətlə də yanaşı, o deyir, insanı geyiminə görə qarşılayırlar, ağılına görə. O bizdə adət-ənənədir, gözəllik, gözəl geyinmək. O gözəlliyin içərisində biraz millilik qatar. Könül xanım, amma diqqət etmişsiniz, son dövrlərdə çox gözəl bir dəb, gözəl bir ənənə gerçəkləşir. Fotosessiyalar eləyirlər. Novruz bayramı ərəfəsində. Uşaqlara milli geyimlər geyindirirlər. Özləri başörtüləri, kəlağaylardan, araqçınlardan istifadə edirlər. Bu da məhz sizin kimi dəyərli modeliyələrimizin o milli geyimlərimizə olan təbliğatından irəli gəlir. Çox doğru. Səbinə həm də burada özü söylədi ilk yaş dövründən də, daha doğrusu ilk ad günündən. Uşaq yaşlarından bunun aşılanması, bu sətiraltı da uşağı, hər körpədə, qanunda istər-istəməz o ruhda bu böyüyəcək. Bəli, qanda var olmağına, amma yenə də... Azərbaycan xalqında daha çoxdur. Dünyanı gəzirik, Azərbaycanı endiyimiz zaman şükür eləyirik, Allahın vətənə gəldik. Bəlkə bəzən vətəndə bunu hiss eləmirsən, amma bir başqa ölkəyə gedib gələndən sonra bunun tam gözəlliyinə vara bilirsən. Bəli, bu da o deməkdir ki, biz mədəniyyətimizi hər yaşda, hər təbəqədə, kimliyindən asılı olmayaraq, təhsilindən asılı olmayaraq onu təbliğ eləyirik, yaşadırıq. Deməli, mədəniyyətimizə dəyər veririk. Bu, inşallah ki, həmişə davam eləsin və eləyəcəkdir, mən buna əminəm. Çünki bu uzun illər ərzində qarşılaşdığım hər insanla görüşdüyüm, hələ bizim qapıdan narazı çıxan olmayıb. Hətta heç elə-belə gələn belə nəysə geyinib. Bunu ən gözəl mən deyə bilərəm. Dəfələrlə Novruz bayramı ərəfəsində tədbirlərdə biz Könül xanıma müraciət etmişik. Mədəniyyət kanalına, aparıcılara hər zaman öz qapılarını açıb və geyimlərini böyük məmnuniyyətlə daşımışıq və bizə çox gözəl kömək də eləyib. Təşəkkür edirik. Sizlərin simasında tanınır. İlk televiziyadan, ondan sonra səhnələrdən, sonra məktəblərdən biz bunları, balaca balalarımızı gördük. Səhər-səhər çox gözəl idi. Mən əminəm ki, bizi tək bayramda çağırmırsınız, sağ olun. İl boyu bütün uğurlarımızı da gəlirik sizə, buradan paylaşırıq. Bu deməkdir ki, biz bu mədəniyyəti bərabər təbliğ edirik, bərabər yaşadırıq. Bu gənclərə də təşəkkür edirəm, dəyərli işlərini. Elə bu gənclər də qalsın, Könül xanım, siz də qalın burada. Biz sizə minnətdarıq. Dostlar, təşəkkür edirik. Sizin də bayramınız mübarək olsun. Və xatırladaq ki, hal-hazırdakı qonağımız Bakı Milli Geyim Mərkəzinin rəhbəri Könül xanım Vəlibəyli idi. Könül xanım, sizi heç yana buraxmırıq. Buradayıq. Hal-hazırda bir gözəl solistimiz var. Azərbaycan Akademik Opera və Balet Teatrının solisti Gülzar xanım Fərəcova. Dostlar, təklif edirəm bir mahnı dinləyək, ondan sonra sizin bölümü mahnı sədaları altında bir rəqs eləyərsiniz. Gülzar xanıma bu səhər qonağımız olduğu üçün, bayram təbriklərini çatdırdığı üçün təşəkkür edirik sizə. Minnətdarıq, çox sağ olun. Bayramımız mübarək bir daha. Biz də sizi təbrik edirik. Biraz öyle.
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də təbiətin bir hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Salam bitki mətbəxi sevərlər. Bugünkü mətbəximizdə biz sizə İydəkimlər fəsiləsinə aid həmişə yaşıl, kol və kiçik ağac bitkisi olan Elaeagnus ebenjei haqqında danışacağıq. Vətəni Asiya qitəsi olan bu bitkinin hündürlüyü əsasən 2,5-4 metr olur. İl ərzində 40-60 cm inkişaf eləyərək 5-10 il müddətində maksimal hündürlüyə çatır. Ölkəmizdə bu bitkinin adını əsasən dekorativ iydə kimi adlandırırlar. Bağların və parkların bəzədilməsində geniş istifadə olunur. Hasarların yaradılması üçün də olduqca əlverişlidir. Bitkinin adı Yunan mənşəli olub, Elaea zeytun ağacı, Agnos isə saf təmiz mənasını verir. Bugün niyyət axşamıdır. Bütün evlərdə bayram şamları yanacaq, yumurtalar boyanacaq, tonqallar qalanacaq. İllər öncə də belə idi. Biz bayram şamı yandıranda bir niyyət eləyirdik. Deyirdik gün o gün olsun, bu bayram tonqalları doğma Qarabağımızda qalansın. Gün o gün olsun bu şamlar, bu Novruz xonçaları doğma Qarabağımızda qurulsun. Artıq arzularımız reallaşıb. 5 ildir ki, qələbəmizi əldən etdikdən sonra biz doğma Qarabağda dirilən, qurulan, yenidən bərpa olunan Qarabağda da artıq